Əgər ailədə gərgin atmosfer varsa, ilk olaraq uşaqlar özlərini bunun günahkarı və ya bunun səbəbkarı kimi görə bilərlər. Əgər fikir versəz, xüsusən 3-6 yaş dövründə olan uşaqlar, əgər hansısa bir hadisə baş verirsə ailədə, yaxınlaşır, anadan və yaxud atadan soruşur ki, mən yemək yemədiyim üçün belə oldu və yaxud da mən dərsimi düz eləmədiyim üçün belə olmuşdu. Elə bilirlər ki, səbəb onlardadır. Buna görə də ilk öncə bayaq da qeyd etdiyim kimi, biz əgər ata və ana olmağa hazırlaşırıqsa, ilk öncə bunu nəzərə almalıyıq ki, uşaqlar bütün bu gərginliyi, hətta ana bətnində olanda belə uşaqlar ananın keçirdiyi gərginliyi hiss edirlər. Və bu həm mənəvi olaraq uşağa öz təsirini göstərmiş olur, emosional olaraq uşağı geri sala bilir. Uşaq öz emosiyalarını ifadə etməkdə sonra da çətinlik çəkə bilər. Və buna görə də bu gərgin şərait və yaxud da biz artıq müşahidə edirik ki, ailədə ananın qaynanalarla olan münasibəti uşaqda gərginlik yaradır. Bunu müşahidə etməyə başlayırıqsa, bu münasibəti həll etməyə çalışırıq ki, uşaqda bu gərginlik zaman-zaman itməyə başlasın.